Biz belə yerdə yaşamışıq. Qur'an and olsun göydən hamısı uşağın başına. Neçəsinin başını düşüb burada. Səbail rayonu Arif İsmailov 32C ünvanında yaşayan sakinlər Barometr TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, yaşadıkları evləri qəzalı vəziyyətdədir. O gün durmuşuq gecə saat 4-də küləkdə. Durdum gördüm nəsə yanım deyil əmərə başda paneli çəkə bilərsiniz. Panelin altında qalmışıq. Anam şəkər qorxu. Durdum deyiləcək çıxdım çölə qaçdım. Elə oradan mən bura gəlib qaçınca gəldi gözləyib çıxıb bax bu vəziyyətdə. Oranı çəkin görün. Gör bax panel aralanıb bacı. Neçə dəfə Fövqəladə Hallar Nazirliyinə yazmışıq, cavab gəlib. 3 dəfə cavabımızı almışıq. Deyib ki, aidiyyatı qurumlara məlumat bildirəcək də sizi bu 4 ailəni köçürsünlər. Hardasa bir 10 ildir, 20 ildir yazırıq, xeyri yoxdur. Yəni bax bu vəziyyətdə yaşayırıq. Bütün veşim burada dağıldı, töküldü hamısı. Ya gəlirlər, köçürsünlər, kompensasiya versinlər. Ya da bir qoysunlar şərait quraq, ya tikək. O postu qoydular ora, bir dənə daş, bir dənə qum. Heç nə keçidə bilmirik. Hər maşın içəri girəndə çıxanda yoxlayırlar. Mən şəxsən bax veşim suyun altındadır. Baxın, bura bir dənə şver keçirdi, üstünü vura bilmirəm ki, mən suya batmasında veşim. Çöldə qaz işlədə bilmirəm. Nəyə görə yağış yağanda, külək olanda dozda olur sinə. Qapıya qoyub yata bilmirik ki, bütün ilan çayanı buralar. Şəhərin ən gözəl yerində yaşayırıq. Bütün nümayəndələr gəlir Kristala, gəlir Su İdman Sarayına. Jurnalistlər binası özünüz bilirsiniz, bizim sağ tərəfimiz. Su belə duranda sol tərəfimizə düşür. Ən önəmli yerdə, ən gözəl yerdə yaşayırıq, amma belə bu əsrdə, bu devirdə belə yaşayış olmaz. Bax görürsən fikir ver, daşlar qırılır belə. Balaca uşaqlardır. Bax hamısı orada yaşayanların hamısı körpələri var. Qur'an and olsun göydən hamısı uşağın başına. Neçəsinin başını düşüb burada. Baba hamısı. Burada dəmirləri sökdülər, apardılar, pulla idi də lazım oldu onlara. Pul var idi ona görə. Buradakı dəmirləri sökdülər, pul elədilər. Amma bunu sökmədilər. Çünki bunda pul yox idi ona görə. Amma dəmirlərdə pul var idi. Yəni haqqla iş görmək lazım. Biz belə yerdə yaşamışıq. 93-cü ildən qaçmışıq. 93-dən qaçandan biz bura işləyirdik. Bax burada belə yaşamışıq. Bizim olacaq yaşamış yerimiz buradır. Bax buna uçub bu tökülür. Əgər bu uçsa, el altda da qalan biz olacağıq. Uçub. İldə neçə də mən üstünü bunun qırranır. Yağış yağanda leysan tökülür bərdən ona. Evlər olur gölməçə. Nə olur qaşqınıqdan, bizim də evimiz eşiyimiz olub. Biz elə çölləmədən gəlməmişik. İndi qalmışıq burada. Xəstənin üstünə tökülən yağışı elə Allahın üzatında bir gəlib çəkər ona ki, onun üstünə xəstənin üstünə yağış tökülür. Mən də yazığam, mən də çox əziyyət çəkirəm, zulm çəkirəm, onu saxlaya bilmirəm. Bu darısqalı yerdə yaydı. Çölə çıxa bilmir, çıxardam çölə. Evimizdə belə yerdə nə yaşayış olar? Sorğunuza cavab olaraq bildiririk ki, yerli icra hakimiyyəti haqqında əsasnamənin 3.9.7-ci bəndi ilə müəyyən edilmiş qaydada qəza vəziyyətində olan yaşayış sahələrinin bərpası üçün tədbirlərin görülməsi yerli icra hakimiyyətlərinin səlahiyyətindədir. Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, bu onların öhdəliyində deyil. Səbail rayonu icra hakimiyyətinə isə dəfələrlə zəng və sorğu ünvanlamağımıza baxmayaraq heç bir geri dönüş etmədilər.